Salam aleykum dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Bu gündən Xırdalanda, çaşıt sarayda yazdım, o qədər sarayda çəkmişəm. Bu gündən Xırdalanda, düz Xırdalanın quruğuna 3 dəqiqəlik məsafə. 3 dəqiqə, 3 dəqiqə də çoxdur. Dəyərli izləyicilər, 10 sotun içində bir dənə 2 dənə evdir. İndidən deyirəm, buranın Xırdalanda bu ərazilərə yaxın olanlar bilir ki, burada sənət bələdiyyədir. Evlərin ikisi də remonta ehtiyaclıdır. 2 evdir, remonta ehtiyaclıdır, ikisi də yerdən kürsülüdür, dəyərli izləyicilər. Yəni, bunlara əvvəlcədən deyirəm ki, sonra əlavə nəsə suallar verməyəsiniz. Düz də yolun qırağındadır. Bax, həyəti bundan ibarətdir. 10 sotdur, indi kəsiz eləyəcək, o şəhətə baxacaqsınız. Fırlan bir dənə gedəyim, hə. Gəl. Deməli, dəyərli izləyicilər, bax, hal-hazırda bu bizim birinci evimizdir. Yerdən kürsüsü 2, 4, 6, 7, 8 daş kürsüdür. 7-8 daş kürsüdür. Bu işıqlardan yanır. Bilirəm ki. Dəyərli izləyicilər, bax bu koridorudur. İlk başda girən kimi var, sağda belə bir dənə sanitar qovşağıdır. İstəyən adam məsəl üçün alar buranı, özü məsəl üçün söküb tikə də bilər. Gəl bura. Hal-hazırda yaşayışlı evdir. Bax bura mətbəxidir, dəyərli izləyicilər. Bax bura bir dənə qonaq otağıdır, gördüyünüz kimi. Yenə də deyirəm, dəyərli izləyicilər, ev remonta ehtiyaclıdır. Bura da bir otaqdır. Yəni orta remontdur da, yəni o yaşanılası vəziyyətdədir bu dəqiqə. Demirəm, lap belə fövqəladədir, yox. Burada dəyərli izləyicilər, bir dənə otaqdır. İndi inşallah keçirik növbəti evimizi çəkib sizə göstərəcəm. Dəyərli izləyicilər, 2 evin yolu eyni yerdəndir. Bax, buradan haradasa bu evin böyründən 1 metrədən yer buraxılır. Yəni, əsas buradan çıxırsan baş yola da. Buradan gəlirsən baş yola. Ya, burada maklerlər də alıb tikə bilər. Yəni, maklerlər üçün döynən ürəkdə bura. Gördüyünüz kimi burada həyətidir. Buradan birbaşa asfaltda maşınların səsi gəlir. Burada həyətdə sanitar qovşağı. İndi keçid eləyəcək, evin içini çəkib göstərək. Başlar, gəl. Bax, dəyərli izləyicilər, burada da kürsü var, həyət dolu. Burada girən kimi bir dənə zəhmət olmasa göstər. Zal studio mətbəxdir, dəyərli izləyicilər. Və nəzərinizə bir şey çatdırım ki, evin içərisində divarlarında çatlar var. Çatlarlar nədən yaranır, deyim. Yəni, bura yaxın məsafədən qatar keçir. Ondan yaranır. Yəni, neçə ildir də o çatlar bir elə qalır. Bura sanitar qovşağıdır. Vəbşə bu dizayn deyərəm ki, köhnə dizayndır. Gəl bura. Bura bir dənə otaq. Neçə otaqdır? 1, 2, 3, 4. Daha otaqlar zəhmət olmasa çək qardaşım. Baxır da. Bura bir dənə böyük spaylı otaqdır. Növbətin də çək inşallah. Dəyərli izləyicilər, bu çəkişlərin hamısı görüntü üçündür. Normalda, yəni bildiyiniz kimi. Fikri ciddi olan olsa, ev sahibi deyir ki, buranın real start qiyməti 198.000 manat. 10 sotdan da hələ çox tükəz deyil. İnşallah fikri ciddi olsa, Allah xəsə əlaqə saxlayın. Salam aleykum.